Biz hər zaman tarixi kitab səhifələrindən oxumuşuq. Azərbaycan haqqında müəyyən bilgilərə sahib olsaq da Yevlaxdakı muzey ilə tanışlıqdan sonra bir şey anladıq ki, Azərbaycanın böyük və şərəfli bir tarixi olub. Bu fikirləri Yevlaxda olan Estoniya və Gürcüstandan olan nümayəndə heyətinin üzvləri LTV müsahibələrində bildiriblər. Avropalı gənclərin Yevlax səfərinin tam təfərrüatları indi təqdim edəcəyimiz sujetdə. Yevlaxda Azərbaycan, Estoniya və Gürcüstan respublikalarından olan gənclərin iştirakı ilə Həyat Gözəldir layihəsi çərçivəsində tədbir keçirilib. Layihə Gənclər və İdman Nazirliyi, Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Avropa İttifaqının 100 Action proqramının dəstəyi ilə baş tutub. Tədbirdə ölkəmizi Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Estoniyanı Kust-de-Kol, Gürcüstan tərəfini isə Gürcüstan Gənclər Parlamenti təmsil edib. Bir neçə bölümdən ibarət olan tədbirin rəsmi hissəsində Yevlax şəhər icra hakimiyyətinin məsul əməkdaşları, İttifa informasiya vasitələrinin nümayəndələri və El Televiziya şirkətinin baş direktoru İqbal Məmmədəliyev iştirak edib. Tədbirin açılış mərasimində çıxış edən layihə koordinatoru Orxan Nağıyev bildirib ki, Həyat Gözəldir adlanan bu proqram beynəlxalq gənclər layihəsidir. 7 gün davam edəcək layihə çərçivəsində səfər edilən şəhərlərin gəzməli yerlərinə, tarixi və mədəni abidələrinə baş çəkiləcək. Həmçinin gənclər fəaliyyətləri ilə bağlı təcrübələrini bölüşəcək və müxtəlif sahələr üzrə müzakirələr aparacaqlar. Avropa İttifaqı Gənclər Aksiyası layihəsinin rəhbəri Kersiti Kivyurt isə LTV müsahibəsində bildirib ki, bu mənim artıq Azərbaycana 5-ci səfərimdir və hər səfər zamanı Azərbaycanda köklü dəyişikliklərin olduğunu şahid oluram. Azərbaycan gənclərinin bu tip layihələrdə iştirakı həm bizim üçün, həm də layihədə iştirak edən gənclər üçün çox maraqlıdır. Çünki Azərbaycan gəncləri öz potensialları və ölkəsinin gənclər siyasətini digər ölkədən olan gənclərə çatdırmaqda çox fəaldırlar. Tədbirin rəsmi hissəsindən sonra Avropalı qonaqlar Yevlax şəhər tarix diyarşünaslıq muzeyində olublar. Muzeydə ölkə tarixini özündə əks etdirən eksponatlarla əyani şəkildə tanış olublar. Azərbaycanda ilk dəfədir ki, oğlan. Burada olmaq məndə xoş təəssüratlar yaratdı. Azərbaycanla Gürcüstanın ortaq tarixi keçmişi var. Mənim üçün ən mühüm məqam isə muzeydə Azərbaycan tarixi ilə daha da yaxından tanış olmağımdır. Biz hər zaman tarixi kitab səhifələrindən oxumuşuq. Azərbaycan haqqında müəyyən bilgilərə sahib olsam da, muzey ilə tanışlıqdan sonra bir şey anladım ki, Azərbaycanın böyük və şərəfli bir tarixi olub. Onu da əlavə edə bilərəm ki, sizin ölkə həqiqətən də çox qonaqpərvər bir ölkədir. Bunu anlamaq üçün isə yalnız bir dəfə Azərbaycana səyahət etməklə hər şeyi öz gözlərinizlə görə bilərsiniz. Elə bizim kimi. Daha sonra qonaqlar şahmat məktəbində olublar. Onlara gənclər üçün yaradılan şəraitdən və Azərbaycan gənclərinin şahmatda qazandığı uğurlar haqqında məlumat verilib. Mərkəzi elektron kitabxanaya da baş çəkən gənclər burada kitabxananın fəaliyyəti ilə tanış olublar və oxu zalındakı oxucularla görüşüblər. Avropalı gənclərin marağına səbəb olan əsas məkan isə El Televiziyası olub. Qonaqları qarşılayan baş direktor İqbal Məmmədəliyev onlara televiziyanın fəaliyyəti barədə məlumat verib. Gənclər televiziyanın efir otağı və xəbər studiyası ilə tanış olublar. Ardınca isə bir çox proqramların ərsəyə gəldiyi çəkiliş pavilyonunu gəziblər və studiyalarda xatirə şəkilləri çəkdiriblər. Televiziya həyatının maraqlı olduğunu deyən Gürcüstanlı Tinatin Vaxaniya gördüklərindən məmnunluğunu ifadə etdi. Bölgədə televiziyanın bu səviyyədə olması məni həqiqətən də təəccübləndirir. Mən buna inana bilmirəm. Əgər vaxtım olsaydı, bütün günümü sizinlə birlikdə televiziyada keçirərdim. Mənim üçün televiziya həyatı həmişə maraqlı olub. Və bugün, burada, sizin televiziyanızda olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Və bu xoş anlar heç zaman mənim xatirəmdən silinməyəcək. Onda qeyd edək ki, bu layihədə Azərbaycan, Gürcüstan və Estoniyadan hər birində 17 gənc təmsil olmaqla 51 nəfər iştirak edir və layihə çərçivəsindəki səfərlər aprel ayının 22-sinədək davam edəcək. Avropalı gənclər Yevlaxdan sonra Mingəçevir, Şəki və Qəbələ şəhərlərinə də səfər edəcəklər. Kamil Balakişiyev, Ramin Ələsgərov, LTV Yevlax.